Xüsusən istərdim suala cavab verəsiniz. Az öncə bildirdiniz ki, yəni xanım ikinci dəfə əməliyyat edilməyib. Bu hadisə əməliyyat öncəsi olan hadisələrdir. Ancaq zərərçəkmiş tərəf bildirir ki, xanım əməliyyat zamanı belə olub. Çünki paylaşımlarda da daha çox bildirilir ki, əməliyyat zamanı Nigar xanım bu günə düşüb, bu vəziyyətə düşüb. İstərdim buna xüsusi fikir bildirəsiniz ki, bütün auditoriya artıq aydın olsun ki, əsl məqam həqiqət nədir? Mən dedim ki, təkrarlayıram ki, mən orada əməliyyat eləməmişəm. 2024-cü ildə bəli əməliyyat olub, 2024-də. İndi 2025-də gəlmişdi ki, bir balaca korreksiya eləyək. Yəni istəyirdi ki, burasının hampı vardı, onu biz yüngülləşdirək. Onu da əməliyyat öncəsi bu vəziyyət yarandı. Mən konkret əməliyyat eləməmişim. Yəni heç biri ona bir dana bir kəsikdir, nədir olmayıbdı. Yəni bütün görüntülərdə də, bütün hamısında da, yəni o indi ifadə veriblər prokuraturada, orada burada hamısında öz əksini tapıb ki, bu əməliyyat olmayıbdı. Yəni o da bir yanlış fikirdir. Yəni heç əməliyyatdan söhbət gedə bilməz. Əməliyyat öncəsi problemdir. O da yine mənim günahım yox, narkoz həkiminin nəzarətsiz qoyması səbəbindən bu baş veribdir. Yəni orada narkoz həkimi o menecment deyirlər də, idarə etməyib xəstəni. Ola bilər narkoz aparatı da işləməsin, narkoz birləşmələrdə trubkan çıxsın və yaxud trubka özü sürüşüb çıxsın, manjeti buraxsın. Yəni bunlardan baş veribdir. İndi o da ekspertizada da mənim yadımdan çıxdı sizə deyəm. Yəni ekspertizada bu öz əksini tapıbdır ki, burada yəni cərrah heç bir müdaxilə etməyib. Yəni o sənəddir da, sübutdur. Etməyib, sadəcə narkoz həkiminin idarə etməməsi hesabından gecikdirilmiş vəziyyət bu vəziyyətə gətirib çıxardıbdır. Yəni 17 dəqiqə xəstə narkozda olan müddət Cəmilə xanım doktor orada olmayıbdır, onun köməkçisi olmayıbdır. Mən də həman müddətdə əllərimi gedib əməliyyata hazırlayıb, əlləri yuyub, steril eləmək, üstdən qan geymək, bunları eləyəndə yəni o vaxt olubdur. Bunun hesabına da bu proses baş veribdir.